Azərbaycanda bugün də ürək-damar xəstəliklərinin riski 95%-dir. Niyə belə olmalıdır? Çünki heç kim yoxlanılmır. Cavan insanlar avtobusda getdiyi yerdə oturur, maşında getdiyi yerdə, oturduğu yerdə dünyasını dəyişir. Niyə? Çünki onların xəstəliklərini yoxlaya biləcək bir orqan və yaxud da mütəmadi ev həkimi qismində onlara xidmət göstərən qurum yoxdur. Əslində hamısı var İqbal bəy. Sənəd üzərində hamısı var. Sənəd üzərində sistem düzgün deyil. Qəbul etmək lazımdır ki, bu sistem, indiki mövcud sistem doğru sistem deyil. Bu sistemdən ailə həkimi sisteminə keçmək lazımdır. Ailə həkimi sisteminə keçmək lazımdır ki, doğuşdan ta bəlli bir dövrə qədər hər bir insan anadan olandan ta dünyasını dəyişənə qədər o kartoçka sistemi olmalıdır və ailə həkimi ayda bir dəfə o ailəni ziyarət etməlidir. O ailənin hansı xəstəliklər var kartoçkasına yazılmalıdır, vərəqənəsinə yazılmalıdır. O vərəqənin də xəstəlikləri müqabilində yönləndirmə həyata keçirilməlidir. İcbari tibbi sığortanın da müqabilində onlar təmin olunmalıdır. Məsələ bu yerdədir. Bizim bu problem həll olunmalıdır. Uşaq pulu problemi həll olunmalıdır. Bu çox ciddi bir problemdir. Sizin fikriniz necədir? Uşaq pulu hamıya verilməlidir? Əvvəlcə kateqoriyalara ayrılmalıdır. Tutaq ki, yaş kateqoriyalarına, tutaq ki, 1-5 yaş, 5-10 yaş, 10-18 yaş arası kateqoriyalar. Və hökumət artıq hesablamalıdır hansı yaş kateqoriyasında insanlar daha çox, valideynlər daha çox əziyyət çəkir maddi cəhətdən. Birinci onlar maliyyələşdirilməlidir. Sonra ikinci, sonra üçüncü və yavaş-yavaş bu cəmiyyətdə sistem halına düşməlidir. Qazilərə və şəhid ailələrinə münasibətdə hesab edirəm ki, artıq tam şəkildə elektronlaşdırılmış bir sistem və qayğı göstərməklə yanaşı yaşayışını təmin etmək, iş yeri ilə təmin olunmaq, qazilərin böyük əksəriyyətini və s. bunları təşkil etmək lazımdır. Ailə nikah məsələlərində çox ciddi problemlərimiz var. Cəmiyyət bu istiqamətdə gərgin anlar yaşayır. Boşanmaların sayı artır. Boşanmadan əlavə bu yeni ki qanun qəbul olundu, qohumluq əlaqələri. Ondan sonra nikahların sayı azalıb. Yarı-bayarı azalıb. Nikahların sayı azalıb. Hesab edirəm ki, təxminən 4000-nə qədər nikah idi, 2000-nə qədər nikah. Yarı-bayarı. Yarı-bayarı azalıb. Amma bu faktorun özünü bir düşünməliyik. Biz qohumla ümumiyyətlə evlənməliyikmi? Nəsil artımı istiqamətində bu sağlam insan yetişdirilməsi istiqamətində bu faktor nə dərəcədə oynayır? Bunu nəzərə almalıyıq və hesab edirəm yavaş-yavaş bu ənənədən imtina etməliyik. Biz qohumla evlənmə ənənəsindən imtina etməliyik yavaş-yavaş. Çünki bu sağlam nəsil yetişdirməyə kömək eləmir. Nəsil qapanır bir dairədə və yavaş-yavaş o genlər hamısı cavanlaşmır, köhnələşir və bunu tibbdə də inkişaf olmur. Bunu tibbdəkilər daha yaxşı bilir.